Əli Ağayev təqdim edir. Nəqliyyatı da, maşınlar da var hamıda, özünüz bilirsiniz. Bəli. Motosiklet de sürürük, velosiped de sürmüşük. Vaxtında indi keçmişik motosikletlərə. Nə deyim sizə gənə? Bu motosiklet ümumiyyətlə biker sevdası, biker belə deyim də sevgisi necə yarandı? Təbii ki, artıq kliplərdə də görürsən. Hətta Qal Sənə Qurban klipində hətta belə uzun-uzadı bir onlara yer də vermisiniz. Bəli. Onların hərəkəti, onların o belə deyim də qatar şəklində gəlməyi. Ümumiyyətlə bu ideya necə yarandı? Necə oldu ki, onlarla sinxron şəkildə başladınız tədbirlərdə iştirak eləməyə və moto sevgi necə yarandı? Sevgi deyəndə ki, bu bizim həyatın bir hissəsidir. Ona görə ki, şəxsən mən həm Bay klubda fəaliyyəti göstərirəm. Bizdə Hətta moto assosiasiyası da var, Azərbaycanın moto həvəskarlarının assosiasiyası. Biz bütün tədbirləri onlar bizimlə olur, biz onlarla oluruq. yeri gəlmişkən bu il Xaçmazda, yox, Xudatda oteldə bir yerdə idik. Həmin Bakır otel. Bəli, bir yerdə idik həmin oteldə. Bu yubiley 10-cu festivalidir. Bəli. Biz keçiririk, təşkilatçıdır bizik. Bakı assosiasiyası, moto assosiasiyası. 10-cu festivaldə hər il keçiririk və inşallah gələn illərdə daha geniş şəkildə olacaq. Həm də ki, avtomobil assosiasiyalarla da bizim dostluğu var. Natiq müəllim Zarbaliyev çox yaxşı Əlbəttə ki. O da bizim dostumuzdur. Bu il avtomobillər iştirak elədilər bizim festivalda. Azərbaycan Avtomobil Dilləri Assosiasiyası bəli iştirak eləyirdi. Bəli. Sonra o Drive Show Baku komandası orada iştirak elədi. Drift show göstərildi. Bəli, show göstərdilər. Və bu kollaborasiya demək də biraz düzgün olmaz. Dostluq demək olar. Biz hamımız yoldayıq. Yoldur ki, bizi birləşdirir. Həm motosikl sevənləri, həm avtomobil sevənləri və rock sevənləri də. Biraz da Musa bəylə istəyirəm danışım. Musa bəy, ümumiyyətlə siz hal-hazırda Bakının nəqliyyatını necə təsəvvür edirsiniz? Yəni Roka ikinci verilişimizin ikinci hissəsində keçəcək. İstəyirəm biraz nəqliyyatdan danışaq, avtomobillərdən danışaq. Sizin fikrinizcə nəqliyyatda nəsə yeni bir dəyişikliklər olunmalıdırmı? Mənə elə gəlir ki, bu dəyişikliklər onsuz da kifayət qədər aparılır. Yəni ən azından xırda bir nümunə deyim də, yəni hər zaman özüm yaşadığım yer Gənclik tərəflər olduğuna görə Koroğlu Rəhimov küçəsinin problemi hər zaman davam eləyir, amma son zamanlar baxıram ki, bu problemin həlli ilə bağlı əməlli başlı işlər görülür. Koroğlu Rəhimov küçəsi hal-hazırda yenə də tıxacdır. Mirzə Qədim Ünvani küçəsindən Akademik Həsən Əliyev küçəsi istiqamətində. Amma orada bir yenidən qurma işləri aparılır. Yolun istiqaməti üzrə bu barədə məlumat almışam və bunu nümunə sadəcə göstərərək deyə bilərəm ki, məncə Bakıya gələn avtomobillərin sayı çoxaldıqca bizim də aidiyyatı qurumlarımız düşünərək bu maşınların çoxluğunun, yolun tıxacının problemlərini həll eləmək üzərində işləyirlər. Bəs necə fikirləşirsiniz bu hibrid avtomobillərində olan dəyişikliklər? Elektromobili qoyun, zaten onu birazdan istəyirəm elektromobil söhbətini Vüqar bəylə davam edeyim. Ümumiyyətlə hibrid avtomobillərində yanaşma ki var, bu yeni ildən ƏDV-nin cəlb olunması. Fikrinizcə paytaxtımızda avtomobillərin sayı azalacaqmı? Mən düşünmürəm, çünki əksinə elə yanvarın 1-dən bu qüvvəyə minəcək də, belə bildiyim qədərilə. Mən özüm plug-in hibrid istifadə edirəm avtomobil, amma mənə elə gəlir ki, elə dekabra qədər nə qədər dilerlər varsa, lazımi qədər, yəni Bakıya gələn ildə belə kifayət eləyə biləcək qədər avtomobilləri gətirəcəklər və bu nə vaxt bizə təsirini göstərəcək? Fikirləşirəm ki, 2027-ci ilin əvvəlindən artıq biz bunun təsirini görəcəyik. Amma siz özünüz də bilirsiniz ki, bu plug-in hibrid və elektromobillərə olan güzəştlərin əsas səbəbi onlara olan marağı, onlara olan tələbi artırmaqdır. Və istənilən halda plug-in hibridlərə və hibrid avtomobillərə olan güzəştlər bitəndən sonra artıq elektromobillərə başlayacaq insanlar maraq göstərməyə və istənilən halda dünyada bu dəqiqə kifayət qədər elektromobil var
yəni plug-in hibridlər və hibridlər bitəndən sonra artıq elektromobillər gəlməyə davam edəcək və bu tendensiya beləcə də davam eləyəcək. Yeri gəlmişkən Zahir bəy çox vaxtında aldı avtomobilini, hücum modelini. Çox belə kampaniya vaxtı da aldı. Hətta 1 ton benzin də hədiyyə qazandı ona görə. Necə maşındır, necə avtomobildir hücum modeli? Artıq 1 il olacaq. Bu yaxınlarda yanvarda almışdım. 1 ilə prinsipi normaldır. Normal belə problemsiz. Mühərrik qane eləyirmi? Yəni 1.5 turbodur, amma yəni biz şəhər onu üçün yaxşıdır, şəhər üçün. Rayona çıxsan, trasda 100-110 ilə gəzsən pis deyil. Ondan artıq görürsən ki, yəni hiss eləmirsiniz. O həzz almır. Təbii ki, hibrid olduğu üçün sürəti orada ala bilməzsiniz. Yəni o belə deyim də hibrid ümumiyyətlə hibrid mühərriklərdə sən daxili yanma mühərrikdəki həzzi ala bilmərsən. Belədir ki, var. O daxili yanma mühərrikin həzzi, o mühərrikin səsi, mühərrikin o mən belə dartı deyim də, gücü. 1 il sürürəm, paçisi 1 ildir. Amma 1 il düşünürəm ki, ikinci maşını alacağam özümə bu yaxınlarda inşallah. Motor da ki 4-5-dən az olmasın. Hətta. Belə. Vüqar bəy, siz elektromobillərə necə baxırsınız? Mən çox belə nə bilim, yəni necə deyim, pis baxmıram, yaxşı baxıram. Çünki həm də ekologiyaya görə yaxşıdır müəyyən yerlərdə. Özünüz necə hansı avtomobil istifadə edirsiniz? Məndə benzindir. 2.4 motordur. Biraz yaxın əyləşsəz mikrofona, bizim dinləyicilər də sizi eşitsin. Məndə benzindir, 2.4 motordur. Aha. Belə də mənə bəs eləyir. Yəni çox bərk sürən deyiləm, həm də dağa daşa dırmaşan deyiləm. Şəhərin içində sizdə ümumiyyətlə hibrid və plug-in hibrid deyil, daxili yanma mühərrikli avtomobildir. Bəli. Bu görürsüz əsl avtomobil sevdası, sevgisi buradan Mən başlayır. motor səsini eşitməyi xoşlayıram. Yəni elektrik avtomobilə belə də həvəsim yoxdur. Mən sevirəm ki, motorun səsi gəlsin. Mühərrikin səsi gəlsin Bəli. orada. Belə. Bəlkə də o biker sevdası da oradandır. Mühərrikə belə bir də mühərrikin bu dövrlərini sayını artıranda, Lord ilə desək qaz verəndə mühərrikə, o mühərrikin səsi gəlir. Məsəl üçün mənim motosikletin motorun 1.7-dir, maşının 1.5. No at gücü söhbəti də var da Zahir bəy. Orada sizdə əsas məsələ turbonun mühərrikli olmasıdır. 1.5 275 at gücüdür. At gücü az deyil. Yəni normal at gücü var, amma əgər motosiklete çatmazsınız. O heç də. Yəni ümumiyyətlə bikerlik, moto mühərrik, motonun özü tam başqa bir sevdadır. Yəni onu bilirik və ona necə deyirlər, motoya oturdunsa, artıq avtomobilə geri dönmək istəmirsən. Çünki orada bir qədər azadlıq var. Sərbəst hiss edirsən və özünü yolun konkret bir iştirakçısı hiss edirsən. Amma avtomobildə elədir ki, o oturmusan içində, istənilən halda belə deyim də yol hərəkəti iştirakçısı özünü sayırsan, amma ki bu sənindir də. Amma motorda ki sən azad oturursan, sərbəst şəkildə oturursan, yolda özünü rahat şəkildə hiss edirsən ki, yəni mən hal-hazırda bu yoldayam və məni də hamı görür. Elə bir yanaşma var. Reklamların vaxtıdır. Gəlin reklamları keçid edək. Verilişimizin sponsoru Endol Azərbaycandır. Əziz izləyicilər və dinləyicilər, diqqətiniz bizdə olsun. Endol mühərrik yağları sizə ilin sonuna xüsusi kampaniya təqdim edir. Dekabrın 31-nə qədər Endol yağı ilə avtomobilinizin yağını dəyişin və böyük hədiyyə şansını qaçırmayın. Qaydalar çox sadədir. Yağ dəyişdirilən zaman sizə 200-lük kupon təqdim olunur. Kuponun bir üzündə müştərinin, digər üzündə isə ustanın adı və telefon nömrəsi qeyd edilir. İlin sonunda keçiriləcək püşkatmada tam 1000 manatlıq hədiyyə məbləği sahibini tapır. Qalib gəldikdə 500 manat usta, 500 manat isə müştəri qazanır. Yəni şans yalnız sizə yox, həm də xidmət göstərən ustaya qismət ola bilər. Endol mühərrikinizin sağlam dostu indi də həm də sizə böyük qazanc fürsəti gətirən brenddir. Dalğanı dəyişmirsiniz. Reklamları keçid alırıq. Reklamlardan həmən sonra verilişimizə geri dönüş edəcək. Bu gün studiyamızın qonaqları Dərviş bənddir. Bravo! Brendov Azərbaycan kampaniyasını qürurla təqdim edir. 12 noyabr tarixinədək 2 kiloqramlıq doymaq buğda unu 1 manat 99 qəpik, 2 litrlik final qarğıdalı yağı 9 manat 89 qəpik. Əla qiymətlərlə yerli istehsal məhsulları üçün. Bravo! Doğru seçim. Avto FM'də reklam. İzlənən videolar paylaşım üstünə paylaşım. Amma unudulmayan bir şey var. Avtomobilin sağlamlığı. Endoil artıq minlərlə sürücünün gündəlik seçimi, sosial şəbəkələrdə diqqətlə izlənən məsləhətlərin əsas brendidir. Yol uzun olsa da, mühərrik güclüdürsə dayanmaq yoxdur. Endoil. Yol sənindir.
Sürətini bizimlə tənzimlə. Yoldasan. WhatsApp 055 455 10 77. Bəli, kiçik reklam fasiləsindən və musiqi fasiləsindən sonra yenidən efirdəyik əziz dinləyicilərimiz və izləyicilər. Bildirmək istəyirəm ki, hal-hazırda Avto FM-də Yoldasan verilişinə qulaq asırsınız. Studiyada tək deyiləm, Dərviş Mənd bu gün mənim qonaqlarımdır və onların ifasında Yaşayır İnsan bəstəsini də dinlədik. Belə bir sual vermək istəyirəm. Ümumiyyətlə belə deyim, köhnə musiqilərə, əvvəllər ifa olunmuş musiqiyə yenidən bir nəfəs vermək kimin ideyası idi? Mən dəqiq deyə bilmərəm kimin ideyasıydı. Bu illərlə işlədiyimiz yolunun, necə deyim sizə, logik olaraq, logiki istiqamətdir o özü. Yəni necə oldu? Yəni belə deyim də, gəlin sualı belə qoyaq, sizə də asan da olsun. Yəni köhnə musiqilərdən ifa seçmək sizə necə rahatdır? Yəni yeni bir bəstədənsə bəyənilmiş və illərlə sevilən bir musiqini rock. Çünki biz nəyə gedirəm? Hər dəfəsində də yaxşı alınır. Onu demək istəyirəm. Elədir, sözsüz ki, elədir. Biz Dərviş bənd olaraq ümumiyyətlə təkcə Azərbaycan yox, dünya musiqisindən də ən populyar, ən seçilmiş, hər kəsin ən çox bəyəndiyi musiqiləri həm canlı şəkildə bir çox yerlərdə ifa edirik. Və sözsüz də Azərbaycanın bütün musiqiləri gözəldir. Təbii. Amma içərisində bəzi seçilmiş mahnılar var ki, elə köhnə mahnılardan söhbət gedir ki, bu hər kəsin sınağından keçmiş, hamının bəyəndiyi, bütün yaş qruplarına xitab eləyə bilən mahnılar var ki, biz istəmişik ki, həmin mahnıları əvvəldə qoymayaq. Onu elə rock stilində, elə bir şəkildə təqdim eləyək ki, onu artıq cavanlar da, uşaqlar da, həm də o vaxtı onun orijinalını dinləyən yaşlı nəslimiz də dinləsin. Çünki rock stili elə idi ki, onun bir qədər spesifik olaraq özünün auditoriyası var da. Bəli. Amma siz onu elə bir stildə gətirdiniz ki, artıq hamı başladı qulaq asmağa. Yəni əvvəllər əgər rocku müəyyən bir yaş həddi olaraq qəbul edirdilərsə, Bəli. amma indi rocku hamı qəbul edir. Nəinki qulaq asmağa, həm də oxumağa. Oxumağa belə, bəli. Bəli. Yəni düzdür, Azərbaycanda gəlin qəbul eləyək, yuxu qrupu olub. İlk Bəli. dəfə Azərbaycanı onlar Türkiyədə də fəaliyyət göstərə bilər, dünyanın da bir sıra ölkələrində olub yuxu qrupu. Sumqayıt uşaqları idi onlar, səhv eləmirəmsə. Zaur bəy tanıyır onları. Bizim dostlarımız. Dostlarımız, bəli. İndi də səhv eləmirəmsə onlar yenidən ərsəyə gətirmək istədilər. Onlardan biri səhv eləmirəmsə dünyasını dəyişib, ikisi qalıb və yenidən istədilər ki, ərsəyə gətirsinlər, amma bilmirəm nə dərəcədə alındı, xəbərim yoxdur. Yəni nəyi demək istəyirəm? Uzun müddət bir qədər roka heç kəs yaxın getmədi. İstəmədi ona ərsəyə. Belə deyim də o üsluba, o janra müraciət eləsin, amma sizin timsalınızda o bəyənildi, çox sevildi və yenə hal-hazırda dinlədiyimiz Yaşayır İnsan. Sonra yeri gəlmişkən bizim Şəki səfərimiz oldu və Şəki səfər zamanı biz təbii ki Şəkini gəzdik və nədənsə mənim ürəyimə elə qal sənə qurban mahnısı çox belə yatmışdı. Mən götürdüm, yazdım Zaur bəyə ki, Zaur bəy icazə verin bu çəkilişdə istifadə eləyək də bunu. Dedi, qurbandır, necə istəyirsiniz, harda istəyirsiniz istifadə eləyə bilərsiniz. Ona görə ayrıca minnətdarlığımı bildirirəm Zaur bəy bir də və Qal sənə qurban mahnısı mənim üçün də bir qədər bilsiz, həm biraz çox maraqlı bir xətti süjeti var onun da. Bəli, klip. Klip olaraq da, yəni ilk olaraq klipə baxanda sadəcə musiqidən çox klipi izlədilər. İkinci dəfə artıq musiqini izləməyə başladılar. Çünki həqiqətən də bir film dəsti xətti ilə çəkilmiş bir klip idi. Elədir. Və belə deyim də, demək olar ki, qrupun bütün üzvləri həmən klipdə baş rolda idilər. Hər birinin özünün baş rolu var idi və hər birində ayrı-ayrılıqda müraciət olunmuşdu deyə klipə girməyi, klipdə iştirakı belə baş rol ifaçısı kimi önəmsəyirdi. Bu ayrıca super bir ifadır və yenə də növbəti ifalar keçək ki, yəni ümumiyyətlə yeni bir musiqilər, yeni bir bəstələr gözlənirmi? Yəni də köhnə stildə, amma rock janrında. Bəli, bəli. Planda çox mahnılar var. Hətta o qədər çoxdur ki, artıq bizim vaxtımız yoxdur. Yəni çıxışlardan və studiyada gedib oturmağa vaxtımız yoxdur ki, biz onları çatdıraq. Çünki hələ sırada gözləyən bizim artıq
hazırlanıb reliz olunmasını gözləyən artıq 2-3 ədəd mahnımız var. Sonra onun ardınca da bir 3-4 əlavə mahnılar gəlməlidir və mahnıların hər biri bir-birindən gözəldir. Mən bilmirəm ki, məsəl üçün hansı birinə deyim ki, bu daha yaxşıdır, o daha yaxşıdır. Mən istisna eləmirəm ki, burada köhnə mahnıların yeni rock janrında görünməsindən başqa bəzi fərqliliklər də var artıq, yeniliklər də var. Çünki biz bir çox çıxışlarımızda, bir çox yerlərdə artıq dinləyicilərimiz və izləyicilərimiz tərəfindən almışıq o istəyi ki, öz mahnılarınız, özünüzün bəstələdiyiniz bəzi mahnılar falan, biz bunu qəbul eləmişik və onu da yerinə yetirmişik. Bir nüans da var Musa bəy, bir şey də vurğuluyum. Ümumiyyətlə köhnə mahnının orijinallığını qoruyub saxlamaq, orijinal ruhunu qoruyub saxlamaq və onu aranjman, rock stilində aranjman edərək yenidən təqdim etmək, həm yeni nəslə, həm də axı hal-hazırda köhnə nəsil də var. Onlar da yaşayırlar. Bu mahnını vaxtı ikən də dinləyiblər və onlara da bəyəndirmək əslində çox çətindir. Mən buradan ayrıcı olaraq həqiqətən sizin aranjmançılarınıza da minnətdarlığımı bildirirəm ki, yəni bu dəsti xətti, bu ruhu musiqilərdə, bəstələrdə qoruyub saxlaya bilirlər. İkinci bir zamanım da aranjman zamanı hansı prinsip sizcə əsas olur? Dəyərini qorumaq, yoxsa tam yeni bir bəstə ortalığa çıxartmaq? Aranjmanları qrup özü eləyir, bizim bütün muzikantlar. Yəni qıraqdan dəstək almırsınız? Yox, aranjmanı özümüz eləyirik. Nə yaxşı. Öz studiyamızda, öz evimizdə studiya özümüz eləyirik. Sadəcə yazmağa gedirik studiya yazırıq, o bütün canlı instrumentlərlə yazırıq, öz instrumentlərimizlə yazırıq. Yəni o musiqidə olan canlı ifalar, yəni belə deyim də bir kompüter, süni zəka deyil. Hər biri ayrı-ayrılıqda ifadır. Bəli, hər biri. Живой gitaralardır, bas gitaradır, sintezator, dram, hamısı живойдurlar. Özümüz aranjировка eləyib, hər muzikant öz ideyaları təlim eləyir bizə. Biz основной prinsip bizdə nədir? Prinsip bu bəstəkar ki, ideya qoyub mahnıya, köhnə mahnıya, o ideya qalmalıdır mahnıda. Biz ona çox ciddi fikir veririk. Həm söz, məsəl üçün mahnının sözlərinə görə, həm də ki, melodik tonu saxlamaq vacibdir. Bəstəkar var. Bu mahnıların öz bəstəkardır, hansısa ideya, melodiya qoyub. O əsas odur. Düzdür. Biz məsəl üçün birinci mahnı Dünya sənin, dünya mənim mahnı eləyəndə relizdən öncə biz dəvət eləmişdik Niyaməddin müəllimi, göstərdik ona mahnı. Buradan da Niyaməddin müəllimə çoxlu salamlar. Böyük salamlar. Xalqımızın böyük sənətkarlarından, dəyərli sənətkarlarından biridir. Ürəkdən salamlayırıq. Çox hörmətli qoyuruq. Niyaməddin bəy çox bizə həm də kömək eləyir, çox məsləhət verir bizə. Biz məsləhətləşdik, mahnını təqdim elədik, xeyir duası da aldıq ondan. Həm də ki, əsas o idi ki, Niyaməddin müəllim özü dedi ki, melodiyası qalıb, основной tema qalıb, ideya qalıb, o çox bəyəndi, ancaq sonra biz reliz elədik. Biz başa düşdük ki, o ki, kompozitor, o ki, bəstəkar ideya, o ən önəmli odur. Əlbəttə ki, onu biz dəyişə bilmərik. Yol haqqında məlumatımız var Zahir bəy. Gəlin saatın yarısıdır artıq, altın yarısıdır. Şəhərdə böyük bir tıxac müşahidə olunur. Gəlin yollarda olan sürücülərə bu tıxacları çatdıraq, ondan sonra mövzumuza bir yerdə davam edək. Yollar haqqında məlumatı Bank of Baku'nun sponsorluğu ilə dinləyirsiniz. Əziz dinləyicilər, hal-hazırda yollardakı vəziyyətlə sizi tanış edirəm. Bakı-Sumqayıt şosesi həm Xırdalan dairəsi istiqamətində, həm də 20 yanvar metro stansiyası istiqamətində, Ali Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində, Abdülvahab Salamzadə küçəsi, Ziya Bünyadov prospekti istiqamətində, Tbilisi prospekti, İzmir küçəsi ilə Kəşmədən 20 yanvar metro stansiyası istiqamətində və 20 yanvar metro stansiyasından mərkəz istiqaməti, Yusif Səfərov küçəsi, həm mərkəz istiqaməti, həm də Heydər Əliyev prospekti istiqamətində, Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə Kəşməyə qədər, 28 may küçəsi,
üzr istəyirəm, Puşkin küçəsi ilə Kəşmədən Rəşid Behbudov küçəsi ilə Kəşməyə qədər, Dilara Əliyeva küçəsi, Puşkin küçəsi ilə Kəşmədən Rəşid Behbudov küçəsi ilə Kəşməyə qədər, Mikayıl Hüseynov prospekti Bayraq meydanının qarşısından Azneft dairəsi istiqamətində, Mikayıl Müşfiq küçəsi Badamdar dairəsindən 20 nömrəli məktəb litsi istiqamətdə, Ziya Bünyadov prospekti həm Müzəffər Nərimanov küçəsi ilə Kəşmədən 20 yanvar metro stansiya istiqamətində, həm də Abdulvahab Salamzadə küçəsi ilə Kəşmədən Əhməd Rəcəbli küçəsi istiqamətdə, Koroğlu Rəhimov küçəsi həm Akademik Həsən Əliyev küçəsi ilə Kəşmədən Heydər Əliyev prospekti istiqamətində, həm də Mirzə Qədim İravani küçəsindən Akademik Həsən Əliyev küçəsi istiqamətdə, Xətai prospekti Heydər Əliyev prospekti istiqamətində, Şəmsi Bədəlbəyli küçəsi Qış parkının qarşısından Mərkəzi Bank istiqamətində, Binəqədi şosesi Azadlıq prospekti metro stansiyasından Binəqədi qəsəbəsi istiqamətində, Niyazi küçəsi Azneft dairəsi istiqamətdə, Babək prospekti Mərkəz istiqamətdə və Heydər Əliyev prospekti Köməkçi yol Mərkəz istiqamətə sıxlıq müşahidə olunur. Sahibkarsınız, biznesinizi böyütmək üçün dəstəyə ehtiyacınız var. Dəstək üçün Bankov Baku var. İndi Bankov Baku'dan 100.000 manatadək sahibkar krediti əldə edin, biznesinizi böyüdün. Üstəlik, krediti 12 ayədək güzəştlə, zaminsiz və girovsuz əldə etmə imkanı da var. Daha ətraflı 145. Bankov Baku 18 fevral 2005-ci il tarixli 247 nömrəli lisenziya ilə fəaliyyət göstərir. Yollar haqqında məlumatı Bankov Bakunun sponsorluğu ilə dinlədiniz. Dalğanı dəyişməyin. Avto FM-də cəmi bir reklam.
Trendyol istifadəçilərinə şad xəbər. Bir bankın kredit limitindən yararlan. Ödənişini 2 ay ərzində 4 hissəyə bölərək ödə. Özü də heç bir faiz və komissiya olmadan. Kreditdən istifadə üçün tətbiqdə sadəcə PIN kod və mobil nömrəni əlavə etmək kifayətdir. Bir bank Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilən 14 may 2025-ci il tarixli 244 nömrəli bank lisenziyası əsasında fəaliyyət göstərən Kapital Bankın əmtəə nişanıdır. Avto FM-də reklam yerləşdirmək üçün 012 311 30 11. Sürətini bizimlə tənzimlə. Yoldasan. Bəli əziz izləyicilərimiz və dinləyicilərimiz, çox maraqlı bir musiqi fasiləsindən sonra yenidən efirdəyik və bizə qoşulan, bizi izləyən, bizi dinləyən hər bir dinləyiciyə bildirmək istəyirəm ki, hal-hazırda studiyadayıq və bugün bizim qonaqlarımız Dərviş Bənd qrupudur. Talih yazır. Salamlayıram sizi və qonaqlarınızı, xüsusilə də dostumuz Zaur bəyi. Sualım belədir ki, avtomobildənsə daha böyük mühərrikli həcmli motosiklet almaq istəyərlərmi bir Bakir həvəskarı olaraq? Mən artıq sürürəm bayq. Bu 1.7-dir də o. 1.7-dir, bəli. Daha böyük mühərrikli deyirlər. Bəli. Dəyişmək fikriniz var? Hələ ki yox. Yəni 1.7 kifayət eləyir. 1.7 kifayətdir. Amma ki bilmək olmaz. Bəlkə 3-4 ilə dəyişərsiniz. Bəli, bəlkə olar. Amma Zaur bəy bildirdi ki, 4-5 mühərrikli həcmli avtomobil almağı fikirləşir. Avtomobil mütləq hər gün onun barədə fikirləşirəm. İnşallah bir yaxınlarda alacağım. İnşallah. Mənə deyərsiniz, reklam fasiləsində hansı maşın almaq istəyirsiniz? Mənə də maraqlıdır. Əli bəy, mən Zaur bəyi çoxdan tanıyıram. Həm musiqidə, həm də Bakir kimi yolda gördüyüm insan kimi. Onun ifasında sanki mühərrikin səsi və gitaranın səsi birləşir. Mənim üçün yolda ən gözəl hissdir Zaur bəyi dinləmək. Bizim izləyicimiz yazıb, amma kim yazıb bilmirəm, adını da qeyd eləməyib. Və biri də yazıb ki, salam, Yoldasan komandası məncə avtomobil sürmək və musiqi qulaq asmaq arasında bir paralel bir paralellik var. İkisində də eyni ritm və diqqət vacibdir. Yeri gəlmişkən musiqi fasiləsində, musiqi reklamlar arasında Vüqar bəyin bir udarnikləri çatmırdı ki, belə bir hisslə gəlirdi. Yaxşı, bir qədər də yenidən bir musiqilərdən, sizin yaradıcılıqdan da danışaq. Mənim özümə də maraqlıdır ki, bir avtomobildə ən vacib olan sizin üçün nədir? Musa, sənin üçün nədir? Mən fikirləşim biraz. Mənim üçün hal-hazırda avtomobildə ən vacib olan şey onun səs sistemidir. Akustik səs sistemi. Bəli, akustik səs sistemidir. Yəni söhbət onun çöl səsindən getmir. Yox, maşın, yəni sualı belə qoyaq, daha biraz geniş formatda danışaq. Avtomobil seçərkən nəyə üstünlük verirsiniz? Dizayna, performansa, dinamikliyinə, yoxsa sadəcə olaraq bu brendin avtomobilidir, nə olsa da onu almalıyam? Mənə elə gəlir ki, reallığı qəbul eləsək, 70-80% insanın bu seçimdə ilk kriteriyası onun ehtiyat hissələrinin varlığı, yoxluğudur. Yəni əgər o avtomobilin ehtiyat hissələrini rahat bir şəkildə tapa bilərsə, çünki Azərbaycan Bakı kimi tıxac çox olan, maşın çox olan yerdə qəza qaçılmazdır. Sözsüz ki, diqqət eləmək lazımdır, amma istənilən halda qəza varsa, detal da lazım olur və bu birinci növbədə mən məsəl üçün fikir verirəm ki, aldığım avtomobilin detalını rahatlıqla tapa biləcəm, yoxsa mən 2 ay 3 ay oturub gözləyəcəm ki, nə vaxtsa onun detalı gələcək, mən də yenidən avtomobilimə qovuşacağam. Yeni avtomobillərin demək olar ki, əksəriyyətində bu problemlər var. Bəli. Düzdür, Zaur bəyin aldığı hal-hazırda sürdüyü avtomobildə o problem yoxdur. Onun bütün detallarının hissələri var, Hüc modelinin. Amma yeni nəsil avtomobilləri deyə bilmərəm. Amma gəl Zaur bəyə biraz daha sadə sual verək. Bir rock ifaçısı kimi avtomobildə akustik sistem nə qədər vacibdir? Yəni yəqin ki, musiqiyə qulaq asırsınız yolda. Mən belə deyim də, mən çalışıram yolda musiqini qulaq asmayım sözünə. Asmırsınız? Yox, motosikletlə gedəndə asıram, motosikletlə. Amma maşında yox. Maşında çox sakit şəkildə sürürsünüz? Radioda qulaq asmırsınız? Yox. Sözün açığı yox. Telefonda YouTube-a qulaq asıram. Kitablar, audio kitaba qulaq asırsınız. Nə gözəl. Mən onu qulaq asıram. Mən düşünürəm ki, bu suala hər adam öz cavabı var. Hər adam baxır maşın niyə görə? Hər adamın öz tələbləri var maşına.
Məsəl üçün məndə şəxsən mən maşına başqa gözlə baxıram. Mənə maşın sadəcə necə deyirlər, neobxodimostdur da. Təbii. Lazımdır mən onu. Sözün açığı lazım olmasaydı mən motosikleti sürərdim hər gün. O maşına vəbşə oturmam. Amma bir nüans var da, motosikletdə daha sərbəst şəkildə hərəkət edirsən axı. Məsəl üçün mən özüm artıq fikrimi qətiləşdirmişəm ki, mən də motoya keçəcəm. Nəyə görə? Birinci sərbəst şəkildə hərəkət eləmək, ikincisi yəni özgüvəni biraz da artırmaq. Yəni gəlin qəbul eləyək də bir moto sürücüsündə, bir belə deyim də, bir bikersənsə, söhbət biker olmaqdan getmir, moto sürücüsündən gedir. Yəni hərənin yanaşması fərqlidir. Orada özgüvənliyin daha çox olur. Yəni nəyə görə? Çünki bir var ki, avtomobildə oturursan, bilirsən ki, istənilən halda sən avtomobil müdafiə edir hər hansı bir qəzada. Amma motoda elədir ki, özünə güvənməlisən ki, qəzaya düşməyəsən. Bəli. İndi bilirsiniz necədir? Mən cavan olanda Jiguli sürürdüm o vaxt Sovet vaxtında. O vaxt həvəsim çox idi. Məsəl üçün maşının baqajnikdə bütün instrumentlər vardı. Açar, nə bilim nələr yox idi. Özümüz peridoku açıb sökürdük, nəsə eləyirdik orada. İndi bilirsiniz necədir? İndi mən maşın seçəndə bu maşın məndə təzə maşından söhbət gedir. İkinci maşındır. İşləmiş var idi o vaxt, amma sonra Chevrolet Orlando idi təzə, sonra da Hüc aldım təzə. Məndə əsas birinci sual o idi ki, mən gələndə dedim ki, 5-6 il mən istəmirəm kapotu açım, sözün açığı. Təbii Hüc model elə modeldir. Bəli, mən kapotu açım. Servisdir, məsəl üçün bugün getmişdim, yağı dəyişdim. Orada baxdılar, vaxtı gəlib məsəl üçün razvalacaq, planovi Texas motordur. Özləri eləyirlər, sözün açığı bir il yaxın maşın sürürüm, kapotu bir dəfə də açmamışam. Marağım yoxdur. Siz mən düz başlayırsınız. Motosikleti o başqadır. Amma maşını istəyirəm, prosto oturum sürüm, öz işlərimi görüm, qoyum qaraja. Gəl belə onda sual verək. Orlando və Hüc arasında fərq var? Fərq deyəndə ki, biraz nəsil başqadır. Orlando çox yaxşı maşındır, sözün açığı. Çox yaxşı. Mən onu da salondan almışdım 2013-cü ildə. Neçə il sürdünüz? 10 il sürdüm. Siz onda avtomobili tez-tez dəyişməyi xoşlamırsınız? Sözün açığı xoşlamıram. Amma ki, başa düşürəm ki, məsəl üçün vaxtı gərək servisə gedim, remont eləyim, bilirəm ki, vaxt. Ona görə mən düşünürəm ki, təzə maşın lazımdır. Səhər durdum, potladım, getdim. Mən istəmirəm. Kapot aç, yolda qal, nəsə remeni dəyiş, nəsə dəyişmək. Nə vaxtım var, nə köhnə Jiguli avtomobillərində qalmış bir, necə deyərlər, bəli. Jigulidə olub onlar. Yəni elə bir hal oxudu ki, sən yanasan, kəməri dəyişməyəsən. Maşın qızırdı, məsəl üçün benzin nasos yolda qoyurdu səni, məsəl üçün isti varanda propkada qalınır. Gərək pastayan əski olmalıdır, instrument olmalıdır. Soyuq su olmalıdır, soyutmaqdan ötürü. Reklamların vaxtıdır və istəyirəm qısa bir sualı Musa bəyə verim. Musa bəy, bəs siz avtomobili tez-tez dəyişməyi xoşlayırsınız? Mən sevirəm, bəli. Tez-tez dəyişmək. Bəli. Vüqar bəy, bəs siz sevirsiniz? Mən istəyərdim tez-tez dəyişim, bəli. İmkan olduqca, yəni sevirəm, bəli. Yəni belə deyim, avtomobilin hansı tipdən deyil, söhbət nədən gedir? SUV, sedan, onlar rol oynayırmı? Yoxsa ki, yeni avtomobil olsun, yəni sadəcə dəyişib? Məndə sadəcə dəyişmək üçündür. Fərqi yoxdur. Yəni mən ümumiyyətlə belə monoton şeylərdən çox tez bezən adamam. Yəni mənim üçün avtomobil bir monitordur da. O monitoru hərdən məni sıxanda mən onu dəyişmək istəyirəm və dəyişirəm. Sizin üçün də elədir. Hələ ki öz elə avtomobil tapmamışam ki, nə bilim onu istəyim ki, axıra kimi o mənim olsun. Yəni onu hələ seçməmisiniz. Hələ ki elə bir şükür Allah'a qanunlar icazə verir tez-tez dəyişmək. Bu təbiidir, əlbəttə ki. Əvvəlki dövr deyir ki, alasan da hesabat verəsən ki, niyə almısan? Reklamların vaxtıdır. Gəlin reklamlara keçid alaq və bildirmək istəyirəm ki, verişimizin sponsoru Endoil Azərbaycandır. Endoil müasir avtomobil mühərriklərinin tələb etdiyi ən son standartlara cavab vermək üçün yeni nəsil sintetik yağ texnologiyası vasitəsilə xüsusi olaraq hazırlanmış sintetik mühərrik yağıdır. Təkmilləşdirilmiş oksidləmə sabitliyi sayəsində yağın qocalmasını gecikdirir, mühərriki qoruyur və daha uzun dəyişmə intervalını təmin edir. Qallıq, his, lak və kökün əmələ gəlməsinin qarşısını alır. Yeni nəsil yüksək texnologiyalı dizel və benzin mühərriklərində, minik avtomobillərində və motosikletlərdə bütün fəsillərdə etibarlı şəkildə istifadə edilə bilər. Çünki Endol təkcə yağ deyil, sürücünün dostudur. 050 070 099 228 58 58 sifariş nömrəmizdir. Babək prospekti 28N Seyidoğlu satış mərkəzi. Məhsullar buradan alıb sifariş verə bilərsiniz. Dalğanı dəyişmirsiniz. Birazdan verişimizə geri dönüş edirik. Hal-hazırda reklamlara keçid alırıq.
Bravo, Brand of Azərbaycan kampaniyasını qürurla təqdim edir. 12 noyabr tarixinədək 1 kiloqram siyəzən təzə toyuq döşəti 6 manat 99 qəpik, 1 kiloqram Belaruski kərə yağı 13 manat 99 qəpik. Keyfiyyətli məhsullar üçün Doğru seçim. Avto FM-də reklam. Gələcəyin mühərrikləri artıq bu gündən hazırlanır. Endoil yüksək temperatur, yüksək yüklənmə və intensiv yol şəraitində belə dayanmayan performans deməkdir. Sürətin, səssizliyin və davamlılığın bir adı varsa, bu Endoildir. Mühərrikinizi sadəcə qorumayın, ona güc verin. Texnologiyanın təməlində sən varsan. Endoil. Yoldasan davam edir. WhatsApp 055 455 10 77. Bəli, əziz dinləyicilərimiz, kiçik musiqi fasiləsindən sonra yenidən efirdəyik. Xatırlatmaq istəyirəm ki, Avto FM-də Yoldasan verilişinə qulaq asırsınız və bugün bizim efirimizin qonaqları Dərviş Bənd qrupu idi. Biz çox maraqlı bir mövzu haqqında söhbət elədik. Avtomobillər, rock, gündəlik həyat tərzi və istəyirəm bizim qonaqlara son bir söz verim. Artıq verilişimiz yekunlaşır. Sürücülərə son məsləhətiniz, yollarda özlərini necə aparmalıdırlar? Buyurun Zahir bəy. Səbirli olaq, həm də ki, yolda bir-birimizə hörmət eləyin. Musa bəy, buyurun. Mən bütün sürücülərdən istəyərdim ki, maksimum dərəcədə ehtiyatlı olsunlar. Vaxtımız var, yoxsa? Danışa bilərsiniz, kiçik bir belə. Çox kiçik bir şey deyəcəm. Bu günləri həmkarımızla bağlı da bir ağır informasiya almışıq. Bizim həmkarımız Vlad xan bu gün avtoqəzada öz həyatını itirib, amma bu başqa bir sürücünün sürət həddini aşması və idarəetməni itirməsindən bağlıdır. Və buna görə elə demək istəyirəm ki, mümkün qədər həm özümüz ehtiyatlı olaq, həm də kənardan gələn təhlükədən də diqqətimizi yayındırmayaq. Çünki təkcə bizim özümüzə diqqət eləməyimizlə hər şey bitmir. Biz kənardan gələn təhlükənin də qarşısını almağa hazır olmalıyıq hər zaman. Sürücü sükan arxasında həmişə ayıq, sayıq olmalıdır. Təşəkkürlər Musa bəy. Vüqar bəy, siz məsləhət olaraq nə bilmək istəyirsiniz? Yəni, bundan artıq Musa ilə Zavur bəy dediyindən artıq deməli bir şey məncə görmürəm. Diqqətli olmaq lazımdır. Bir də hörmət eləmək lazımdır bir-birimizə. Yəni imkan olduqca yol vermək lazımdır. Əsəbləşməyin. Yəni, anlayışla davranın. Bəli. Təşəkkür edirəm hər birinizə. Vaxt tapdınız, gəldiniz, verilişdə iştirak elədiniz. Mən isə bizim sürücülərə və izləyicilərimizə bir şey demək istəyirəm. Özünüzdən müğayət olun, çalışın. Yol hərəkəti qaydalarını pozmayın ki, cərimələnməyəsiniz. Yol seçimdir, məsuliyyətdir, qərardır. Yol hər zaman suallar doğurur. Hansı avtomobil daha qənaətçildir? Yağ dəyişimi nə vaxt edilməlidir? Ən son texnologiyalar nə vəd edir? Sükan arxasında bütün bu suallara cavab axtarırsan, diqqətin bizdə olsun. Həftə içi 5 gün, axşam 5-dən 6-ya kimi. Avto FM-də Əli Ağayevlə birlikdə Yoldasan.